Salam əziz şagirdlər, biz sizlərlə bugün onluq kəsirlər mövzusunu bir yerdə sıfırdan izah edəcəyik və ən vacib əsas məqamları qeyd edəcəm. Dediyim hər bir qaydaya uyğun da bir neçə dənə nümunə izah edəcəm. Yaxşı olar ki, mən izah etdikdən sonra siz də dərslikdən həmin qaydalara uyğun test tapşırıqlarını yenidən özünüz yazasınız fərdi şəkildə. Deməli, mövzumuz olacaq onluq kəsirlər. Qeyd edək bunu burada, onluq kəsirlər. Bundan əvvəl biz adi kəsirlər mövzusu ilə tanış olduq. Adi kəsirlər, qısaca sadə dildə desək, kəsir xətti ilə yazılan kəsirlər idi. Onluq kəsirləri isə həmin şəkildə tərif versək, vergüllə yazılan kəsirlərdir. Məsələn, belə bir kəsir yazıram. Bu necə oxunur? 3,25. Siz bununla ibtidai sinifdə də tanış olmusunuz, onların oxunuşunu bilirsiniz. Məsələn, belə bir şey yazaq, 2,5 ya da 12,972. Yəni biz sonsuz sayda onluq kəsirlər yaza bilərik onlara nümunə olaraq. Diqqət edirsinizsə, biz onların oxunuşunda %25 dedikdə burada onda 5, yəni onda, mində sözlərindən istifadə etdik. Yəni ki, onluq kəsirləri bu məqam bizə onluq kəsirləri adi kəsirlərə çevirməkdə də kömək edəcək. Məsələn, mən 3,25-i əgər adi kəsir kimi yazmaq istəsəm belə yazıram. 3,25 demədim, gəlin məxrəcə 100 yazaq, surətə də 25. Bunda oxunuşu 3,25 kimi deyilmi? Deməli, bu iki kəsir bir-birinə bərabərdir. Ya da 2,5. 2,5. 12,972 ya aşağıya məxrəcə 1000 yazıram, surətdə 972. Yəni istənilən bir onluq kəsiri adi kəsirə çevirmək çox rahatdır. Və dediyimiz kimi onların oxunuşunda onda, yüzdə, mində sözlərindən istifadə edirik. Bunu isə bununla əlaqələndirə bilərsiniz. Əgər vergüldən sonra 2 rəqəm varsa, yüzdə sözündən istifadə edirik. Əgər vergüldən sonra 1 rəqəm varsa, onda, 3 rəqəm varsa, mində və əlbəttə ki, 4 rəqəm də olar. Bu zaman 10 mində, 100 mində sözlərindən istifadə edirik. Həmin onluq kəsirlərin oxunuşunda həmçinin bu dediyimiz kimi bizə kömək edir. Həmin onluq kəsirləri adi kəsirə çevirməkdə. Adi kəsirlərlə onluq kəsirlər bir-birinə çox bağlı mövzulardır. Hansı ki, istənilən onluq kəsiri biz adi kəsirə çevirə bilərik. Lakin bunu adi kəsirlər üçün demək mümkün deyil. Hər bir adi kəsiri biz onluq kəsirə çevirə bilmərik. Məsələn, bir adi kəsir deyirəm, onda 7. Bu nədir? 0,7. Gördünüz? Məxrəci 10, 100 min olanda biz onu rahatlıqla heç əziyyət çəkmədən, heç bir dəyişiklik etmədən onluq kəsirə çevirə bilirik. İndi biz ondan da danışacağıq ki, bəs məxrəci 10 olmasa onu necə çevirərik onluq kəsirə? Əvvəlcə onluq kəsirlərin mərtəbə vahidlərindən danışmaq istəyirəm ki, məsələn, belə bir kəsir yazaq. 15,823. Bu onluq kəsirin vergüldən əvvəlki hissəsi tam hissə adlanır. Vergüldən sonrası hissəsi kəsr hissə adlanır. Əslində hər bir onluq kəsir bir qarışıq ədəddir. Qarşısında tamı olan hər bir onluq kəsir bir qarışıq ədəddir. Amma məsələn 0,5 olanda bu qarışıq ədəd deyil, bir adi kəsirdir. Vergüldən əvvəlki hissə mərtəbə vahidlərinə görə belə adlandırılır. Necə ki, natural ədədlərdə biz adlandırırdıq. Təklik, onluq və burada bir dənə də ədəd olsa, məsələn, yüzlük və s. belə davam edir. Vergüldən sonraki hissə isə onda 1, onda 1, yüzdə 1, mində 1, 10 mində 1 bu şəkildə adlandırılır. Və bunu belə sonsuzluğa qədər davam etdirə bilərsiniz, ancaq bizə heç vaxt lazım olmayacaq o qədər 10 mində, 100 mində 1, maksimum ən böyük halda, ən belə dərinliklərinə getdikdə 10 mində 1-ə qədər istifadə edəcəyik. Biz misallarda bunlarla qarşılaşacağıq. Həmçinin belə bir qaydanı demək istəyirəm ki, onluq kəsirdə vergüldən sonraki hissədən sonra sonuna, daha doğrusu biz istədiyimiz qədər sıfırlar əlavə edə bilərik. Məsələn, 5,8 yazdıq. Mən bunun arxasına bir dənə sıfır əlavə edib 5,80 kimi oxuya bilərəm bunu. Ya da bir dənə sıfır əlavə edib 5,800 deyə bilərəm. Çünki bunların hamısı eyni şeydir. Məsələn, 5,8. Burada 10 və 8-in surət və məxrəcini, yəni vursaq əgər 10-a, olacaq 5,80. Bir dəfə də 10-a vursaq olacaq 5,800. Yəni
hər dəfə sürət məxrəci 10-a vurduqda olur 10-da 8, 100-də 80, 1000-də 800 və bunların hamısı bir-birinə bərabərdir. Çünki sürət və məxrəci eyni bir ədədə vuranda kəsrin qiyməti dəyişmir. Həmçinin biz bilirik ki, kəsr hissəni, surətini və məxrəcini nəyəsə vururuqsa, bu zaman tam hissədə dəyişiklik etməyimizə ehtiyac yoxdur. 5 tam gördüyünüz kimi hər birində 5 tam olaraq qalır. Qısacası, onluq kəsrin sonuna sıfırlar əlavə edə bilərsiniz və ya mövcud sıfırları oradan silə bilərsiniz. Onluq kəsirləri müqayisə etmək olduqca oxşardır natural ədədlərin müqayisə qaydaları ilə. Hansı ki, tutaq ki, bizə 2 dənə kəsir verilib. Olsun biri 2 tam 421, biri də olsun 2 tam 431. Əslində bunların oxunuşunu deyəndə qulağınızda səslənir ki, 431 daha böyükdür. Lakin biz bunu əgər natural ədədlərlə belə deyək, əlaqələndirsək, görək ki, tamları eynidir, yaxşı. Vergüldən sonra birinci rəqəm eynidir, bu da yaxşı. Lakin vergüldən sonra ikinci rəqəm burada 2-dir, burada 3-dür. Deməli, bu zaman haradakı fərqlilik oldu? Biz soldan sağa doğru baxanda harada fərqlilik gördüksə, həmin fərqlilikdə böyük olan ədədi seçəcəyik. Yəni burada 3 2-dən böyük olduğu üçün, yəni 3-cü yerdə duran, %1-lər mərtəbəsində duran rəqəm buradakindən daha kiçikdir. 3 2-dən daha böyükdür deyə bu ikinci kəsrimiz daha böyük olacaq. Bəs belə deyək, vergüldən sonra birində 2 rəqəm, birində 3 rəqəm olsa nə edərik? Tutaq ki, 7 tam %48 və 7 tam 1000-48. Əgər birində vergüldən sonra 2 rəqəm, birində 3 rəqəm varsa, dediyi axı sonuna 0 əlavə edə bilərik. Ortadakı 0-ı silə bilmərik heç vaxt, lakin sona 0 əlavə edə bilərik. Bu zaman burada da vergüldən sonra 3 rəqəm olur. Burada da vergüldən sonra 3 rəqəm olur. Beləliklə bunları müqayisə edə bilərik. Hansı ki, mən burada görürəm 480-dir, burada 48-dir. Əlbəttə ki, 480 olan daha böyükdür. Və ya bayaq dediyim qaydanı tətbiq etsək, 7 tam hissə eynidir. Sonra vergüldən sonra amma burada 4-dür, burada 0-dır. 4 daha böyük olduğu üçün avtomatik bu kəsir daha böyük kəsir hesab ediləcək. Və əgər kəsir, həmin onluq kəsirlərin tam hissələri fərqlidirsə, məsələn, biri 5 tam neçəsədir, biri 3 tam neçəsədir, heç burada düşünməyə belə ehtiyac yoxdur. 5 tam olan daha böyük olacaq, əlbəttə ki. Və mütləq diqqət edin, ortadakı 0 heç vaxt silinməz. Sondakı sıfırları silə bilərsiniz. Məsələn, bunun sonunda 2 dənə 0 olsa, bunu özünüzdən silə bilərsiniz. Bunda heç bir problem yoxdur. Həmçinin onluq kəsirləri artan və ya azalan sırada düzərkən də bu vergüldən sonraki rəqəmlərin sayını eyniləşdirməyə sizin ehtiyacınız olacaq. Məsələn, bizə bir neçə dənə kəsir verilsə, belə nəzərdə tutaq, 1 tam %24, 1 tam 1235, 1 tam 238, 238, 1 tam %23 və 1 tam 1233. Məsələn, bəzi bu vergüldən sonra 3 rəqəm olan hallarda mən çox asanlıqla deyə bilirəm ki, 233 olan daha kiçikdir, sonra 235 olandır, sonra 238 olandır. Lakin digər ikisini də bu müqayisəyə qatmaq üçün, yəni onlar da bunlarla bir yerdə müqayisə edə bilmək üçün vergüldən sonra onlarda 2 rəqəm var da, arxalarına 0 əlavə edirəm və beləliklə bütün kəsirlərdə vergüllərdən sonra 3 dənə rəqəm olmuş olur. Və sanki mən 1240, 1235, 1238, 1230, 1233 bu ədədləri müqayisə edilmişəm kimi yanaşıram artıq. Ən kiçik olan birincisi budur. Nömrələyək, azdan çoxa doğru gəlin sıralayaq. Ən kiçiyi budur, ikincisi budur, üçüncüsü budur, 4 budur, 5 də budur. Azdan çoxa doğru sıraladıq. Yəni, sıralama zamanı artan ya da azalan sırada bunları yazanda mütləq ki, sizə lazımdır vergüldən sonraki rəqəmlərin sayını eyniləşdirmək. Bunun üçün də sadəcə sona 0 əlavə edin. Görürsünüz ki, digərlərində, yəni bunda və bu sonuncuda vergüldən sonra 3 rəqəm var. Digər ikisini də sonuna bir dənə 0 əlavə edin və vergüldən sonraki rəqəmlərin sayı eyniləşsin. İndi gələk onluq kəsirlərin yuvarlaqlaşdırılması. Onluq kəsirlərin yuvarlaqlaşdırılması eyni natural ədədlərdə olduğu kimidir. Hansı ki, siz kəsiri yuvarlaqlaşdırmaq üçün həmin mərtəbə vahidinin altına xətt çəkəcəksiniz, özündən sonraki rəqəmə baxacaqsınız. Gəlin, əyani şəkildə nümunə ilə göstərək. Məsələn, bizə belə bir kəsir verilsə 2 tam 1384 və bizə desək ki, %1-lər mərtəbəsinə qədər yuvarlaqlaşdırın, %1-lərə qədər yuvarlaqlaşdırın. Bu da %1-lər mərtəbəsində nə durur? 8 durur. Çünki bu onda 1-dir, bu %1, bu 1000-də 1. 8-in altından xətt çəkdim. İndi 8-dən sonraki, yəni altından xətt çəkdiyimiz ədəddən sonraki ədəd.
Əgər 5 və 5-dən çox olarsa, biz həmin altından xətt çəkdiyimiz ədədi bir vahid artırırıq və özündən sonra sıfıra çeviririk. Yox, 5-dən kiçik olarsa, bu zaman həmin ədədə toxunmuruq, yəni onu artırmırıq və yenə də arxasını sıfıra çeviririk. Hal-hazırda 8-dən sonra 4 gəlibdir. Buna görə də bunu artırmamıza ehtiyac olmur. Yazırıq 2 tam, əvvəli olduğu kimi qalır. 2 tam 38 və 4 5-dən kiçik olduğu üçün bu 8 artmadı, 4 də sıfıra çevrildi. Həmçinin bu sıfırı buradan ata da bilərsiniz. 2 tam %38 də bizim doğru cavabımız olar. Bəs belə bir kəsir yazaq. 9 tam 548. Bəs burada %1-lərə qədər yuvarlaqlaşdır desə, %1-lər mərtəbəsində 4 dayanır. 4-dən sonra 8 gəlib, yəni 5 və 5-dən böyük bir ədəd gəlibdir. Bu zaman bunu bir vahidə artırırıq, olur 9 tam 55 və özündən sonrakını sıfıra çeviririk. Bu zaman yəni 9 tam %55 də deyə bilərik, 1000-də 550 də deyə bilərik. Yəni bu sıfırın elə də bir əhəmiyyəti, önəmi yoxdur. Eyni şəkildə onda birlərə qədər və təkliklərə qədər yuvarlaqlaşdıra bilərsiniz. Gəlin məsələn bu kəsri təkliklərə qədər yuvarlaqlaşdıraq. Təkliklər mərtəbəsində 9 var. 9-dan sonra 5 gəlibdir. Deməli 9 bir vahid artacaq, olacaq 10. Özündən sonrakılar sıfıra çevriləcək. Və elə bu 10-un özü deməkdir. 10 deməkdir. Yəni 10,00 elə onun özüdür. İndi isə danışaq adi kəsirin onluq kəsiri, onluq kəsirində adi kəsirə çevrilməsindən. Əslində bayaq onluq kəsirin adi kəsirə çevrilməsi haqqında müəyyən qədər məlumat verdik. Hansı ki olduqca rahatdır. Çünki biz onluq kəsirin oxunuşunda əslində onu adi kəsir kimi necə yazacağımızı bir növ deyirik. Lakin hər bir adi kəsir onluq kəsirə çevirmək olmur. Məsələn, belə bir şey deyək. Mənə verilib 10-da 7 ədəd, daha doğrusu kəsiri. Bunu 0,7 kimi yaza bilirəm. Yəni məxrəci 10 olduğu üçün mən bunun onluq kəsir kimi yazılışında heç bir çətinlik çəkmirəm. Ya da mənə verilsə %28. Bunu yazıram 0,28. Niyə 0 tam yazıram? Onu da qeyd edək. Çünki bunun qarşısında tam yoxdur. Görürsünüz, yoxdur. Adi kəsirlərdə qarşıda tam olmayanda 0 tam xüsusilə qeyd edilmir. Lakin onluq kəsirlərdə tam hissə olmursa, yəni yoxdursa, 0 tam olaraq qeyd edilməlidir. Gördüyünüz kimi məxrəc 10, 100 olanda biz rahatlıqla onu onluq kəsirə çevirdik. Lakin mənə məsələn verirsə 5-də 4, mən bunu necə onluq kəsirə çevirəcəm? Onu qeyd edim ki, hər bir onluq kəsir əslində adi kəsirin surətinin məxrəcə bölünməsindən yaranır. Məsələn, 28-i 100 yerə bölsəniz, 0-dan %28 alınacaq. 7-ni 10 yerə bölsəniz, ya da ki, burada 4-ü 5 yerə bölsəniz, onluq kəsir kimi cavabı alacaqsınız. Lakin biz bunu bölmədən necə onluq kəsirə çevirərik? Hər bir onluq kəsirin məxrəci 10, 100, 1000 kimi ədədlərlə ifadə edilməlidir. Mən bir kəsirin bilirik ki, surət və məxrəcini eyni bir ədədə vuraraq kəsirin qiymətin belə deyək, yazılışını dəyişə bilir. Qiymətini dəyişmədən görünüşü dəyişə bilir. Əgər mən deyirəm ki, indi burada surət və məxrəci, bu kəsirin surət və məxrəcini 2-yə vursaq, burada 10 olsa, burada 8 olsa və beləliklə məxrəc 10 oldu, mən bunu 0,8 kimi onluq kəsir halında yaza bilərəm. Deməli, biz adi kəsiri onluq kəsirə çevirmək üçün çalışmalıyıq ki, məxrəci 10, 100, 1000 kimi ədədlərə gətirək. Məsələn, mənə verilsə 4-də 3. 4 10 olmur. 4-ü nəyəsə vuranda 10 olmur. Lakin 100 ola bilir 25-ə vuranda. Onda mən bunun üzərində qeyd edirəm ki, 25-ə vururam. 4-ü 25-ə vuranda eləyəcək 100, 3-ü 25-ə vuranda olacaq 75. Deməli, %75 ya da 0,75 kimi qeyd edə bilərik. Həmçinin bunların qarşısında tam da ola bilər. Məsələn, 1 tam 25-də 3. Bu zaman tama toxunmuruq. Yenə də kəsir hissəni çalışırıq ki, məxrəcini 10, 100, 1000 edək. 25 burada 10 olmayacaq, 100 olacaq, 100-ə gələ bilir. 25-i 100 etmək üçün mən 4-ə vurmalıyam. Bu zaman gərək 3-ü də 4-ə vurun. Bu da olacaq 12. 1 tam %12 ya da bunu onluq kəsir kimi belə yazarım. 1 tam %12. Bəzən olur ki, elə bir kəsir olur ki, belə deyək, həmin kəsiri biz baxırıq ki, nə eləsək də məxrəc 10, 100, 1000 olmur da. Məsələn, 16-da 2. 16 ilə bir ədəddir ki, 100 olmur, 1000 olmur, 10.000 olmur və daha böyüyünə də baxmaq istəmirəm. Çünki biz o qədər böyük ədədlərlə normalda işləmirik. 16-da 2-ni bəs mən necə eləyim? Bu zaman diqqətinizi çəkərəm ki, bir məqama.
Bunu ixtisar edə bilirik. 16-nı 2-yə bölərik 8, 2-ni də 2-yə bölərik 1. Və artıq baxıram ki, 8-i mən məxrəzdəki 8-i 1000 edə bilirəm. Düzdür, 10 edə bilmirəm, 100 edə bilmirəm, lakin 1000 edə bilirəm. Onda bunu yazaram. 1000 də bunu 125-ə vurmuşam 1000 etmək üçün. 8 də 125-ə vuraram, olar 125. Deməli, bu 0,1000-də 125 kəsrinə bərabərdir onluq kəsir kimi. Yəni, biz kəsrə baxan kimi ona həmin an diaqnoz qoymamalıyıq ki, bu 10, 100, 1000 olmur. Bəlkə ixtisar edildikdən sonra gəlir məxrəci həmin ədədlərə. Onda diqqət etməliyik. Məsələn, belə bir kəsir deyək, 35-də 28. Normalda 35-ə baxan kimi deyirsiniz ki, bu 10 olmur, 100 olmur və s. Bunu ixtisar etsək, əgər surəti məxrəci 7-yə bölsək, burada olar 5-də 4 və 5-də 4-ü indi təzədən məxrəc və surəti nəyəsə vurarıq, onluq kəsrə çevirməyə çalışarıq. 2-yə vurarıq. Olacaq burada 10, burada 8, burada 0,8 deməkdir. Yəni, həmişə ilk baxışdan demirik ki, bu onluq kəsrə çevrilmir. Amma həqiqətən də bəzi kəsirlər də var ki, onlar onluq kəsrə çevrilmir. Məsələn, 3-də 1 deyirəm. 3-də 1 onluq kəsrə qətiyyən çevrilmir. Siz 3-də 1 ilə nəyisə müqayisə edəndə və ya toplayanda artıq məcbursuz ki, digər yanındakı onluq kəsri adi kəsrə çevirəsiniz. Yəni, çünki bunu adi kəsri onluq kəsrə çevirə bilmirsiniz. Onluq kəsirləri, bir onluq kəsirlə bir adi kəsri müqayisə etdiyimiz zaman, məsələn, 3-də 1 və 0,25-i müqayisə edirik də, tutaq ki, bizə lazımdır ya bunların ikisini də onluq kəsir kimi yazmaq, ya da adi kəsir kimi. Lakin 3-də 1 elə bir kəsirdir ki, mən bunu onluq kəsirə çevirə bilmirəm, onda tək çarə nə qalır? Onluq kəsir adi kəsirə çevirmək. Bu nədir? %25. İxtisar eləsəm 4-də 1 demək. Deməli, mən 3-də 1 və 4-də 1-i müqayisə edirəm əslində. Burada da kəsrin ixtisar müqayisə qaydasından istifadə edərək deyə bilərik ki, əgər surətləri eynidirsə, məxrəci kiçik olan kəsir daha böyükdür. Yəni, 3-də 1 kəsiri daha böyük olacaq. İndi mən sizə burada bəzi kəsirlər yazacağım ki, onların onluq kəsir versiyasını mütləq ki, bilməlisiniz. Məsələn, 5-də 1 0,2 deməkdir. 5-də 2 0,4. 5-də 3 0,6. 5-də 4 0,8. 2-də 1 0,5. 4-də 1 0,25. 4-də 2 elə 2-də 1 deməkdir, yəni 0,5 deməkdir. 4-də 3 0,75 deməkdir. Başqa, məsələn, 8-də 1 bilə bilərsiniz, bunu 0,125. Yetərlidir. Əsas vacib bilməli olduğunuz kəsirlər bunlardır. Hansı ki, məsələn, 5-də 2-ni görən kimi 0,4 avtomatik ağlınıza gəlməlidir. Bu kəsirləri onluq kəsrə çevirməklə vaxt itirməməlisiniz. Çünki bunlar sizə həmişə lazım olacaq. İstənilən məsələ və misalda qarşınıza çıxacaq. Daha sonra qeyd edək ki, yaxşı, biz bunlardan danışdıq. Adi kəsirləri onluq kəsrə necə çevirərik? Bəs bizə bir düzgün olmayan kəsir verilərsə, məsələn, belə bir kəsir verilsin, 25-də 54. Bu kəsiri onluq kəsirə necə çevirərik? İlk baxışda deyirik ki, 25-100 olur. Bunu 4-ə vurum. Amma bunu da 4-ə vurmalıyam. Lakin 54 burada çox böyükdür. Əvvəlcə yaxşı olar ki, bunu biz qarışıq ədədə çevirək. 54-ün içində 2 dənə 25 var və 4 qalıq qalır. 2 tam 25-də 4-ə bərabərdir. Qarışıq ədədə çevirdik. Daha sonra 25-də 4-ü onluq kəsrə çevirə bilərik. Çünki demişdik, qarşıda tam olanda bizim o tam ilə işimiz yoxdur. 2 tama toxunmuruq. Olur, 25-də 4-ü çevirmək üçün 4-ə vururam 100. Burada da surətdə olur 16. O da 2 tam %16 kimi yazıla bilər. Bu qədər bizim adi kəsri onluq kəsrə çevirmə qaydamız. Onluq kəsiri adi kəsrə çevirmək yenə vurğulayıram. Çox rahatdır. Sadəcə orada bir məqama diqqət yetirmək istəyirəm. Məsələn, 3 tam %25 verilib də tutaq ki, bizə. Bu nə deməkdir? 3 tam %25. Bəzən ola bilər ki, siz bunu adi kəsrə çevirəndə variantlar verilib də tutaq ki, A, B, C variantlar verilib. Və variantda bu yoxdur. 3 tam %25. Belə bir yazılış yoxdur. Bu o deməkdir ki, deməli siz bunu ixtisar etməlisiniz. Bilirik ki, tam hissəyə toxunmadan kəsr hissəni biz ixtisar edə bilərik. Bu 3 tam, 100-dən 25 ikisi də 5-ə bölünür. Elə 25-in özünə də bölünür əslində. 25-ə bölündə 4 olur, surətdə də 1 olur. Deməli, mən bunu adi kəsrə çevirəndə 3 tam 4-də 1 kimi qeyd etməliyəm. Ya da 3 tam %35 olsa, məsələn, 3 tam %35.
Mən burada ixtisar etdikdən sonra işimi yekunlaşdırıb deməliyəm ki, bəli, mən bunu adi kəsrə çevirdim. Məsələn, 5-ə bölə bilərik. Bunu böləndə 100-ü böləndə 20 olacaq, 35-i böləndə 7 olacaq. 3,20-də 7. Yəni mənə heç vaxt adi kəsrə çevirib bu versiyanı cavabda verməyəcək. Bizdən həmişə bunu istəyəcək. Çünki həmişə bizdən cavabda maksimum sadələşdirilmiş, ixtisar edilmiş variantı düzgün cavab olaraq verir. İndi isə gələk onluq kəsirlərin toplanmasına. Onluq kəsirlərin toplanması, çıxılması olduqca rahat bir mövzudur. Hansı ki, normal alt-alta toplama və çıxma qaydasına əsaslanır. Məsələn, gəlin fərz eləyək ki, 7,8 ilə 0,6-nı toplayıram. Bunları alt-alta yazsaq, 7,8 üstə gələk 0,6. 8 ilə 6-nı topladım, oldu 14. Bir yadda, burada da 8. Vergülü də qoydum bura. Diqqət edilməli məqam nədir bəs? Hər bir onluq kəsiri alt-alta yazarkən vergülləri bir-birinin altında olmağına diqqət etməliyik. Təklik təkliyin altında olmalıdır, onda bir, onda birin altında olmalıdır, yüzdə bir, yüzdə birin altında olmalıdır. Məsələn, bu belə olmasaydı, belə olacaqdı bəlkə. 7,82 üstə gələk 0,10 olmasın, 2,5 məsələn. Bu zaman necə toplayardıq? Yazıram 7,82 üstə gələk 2,5. Belə olarmı? Əsla. Deyəcəksiniz, çünki görürsünüz gəlib təklik onda birin altında durubdur. Sonra onda bir, yüzdə birin altında durub. Vergül birində buradadır, birində buradadır. Çox səliqəsiz yazılışdır bu. 2 tam gəlib 7 tamın altında yazılmalıdır, vergül vergülün altında yazılmalıdır və 5 də onda 1-dir, onda 1-in altında yazılmalıdır. Deyərsiniz, bəs burada 2-nin altı boş qaldı. Demişik axı onluq kəsirdən vergüldən sonra özümüzdən 0 əlavə edə bilərik. Toplama zamanı düzü o qədər də vacib deyil 0 əlavə etməyiniz. Onsuz da toplayarkən görəcəksiniz 2-nin altında heç nə yoxdur. Bura 2-ni endirəcəksiniz. Ya da belə düşünün, altında 0 var. 2 üstünə 0, 2, 8 üstünə 5, 13, 1 yadda, 7 üstünə 2, 9, 1 də yaddaydı 10. Və vergülü də nəticədə vergülün altından qoyacaqsınız yenə də. Deyirsiniz, bəs cavabda vergülü harda qoyum? Tam olaraq vergüllərin altında. Buna aid bir dənə nümunə gəlin, baxaq. Məsələn, 3 tam 1000-də 452 üzərinə gələk 12,5 üzərinə gələk bir dənə də olsun məsələn 217 tam %48 belə deyək. Diqqət edirsiniz, təklikləri bir-birinin altına yazdım. Onluqları bir-birinin altında, yüzlük də bircə dənə idi, onun üstündə heç nə yoxdur. Və onda birləri bir-birinin altında, vergüllər hamısı bir-birinin altında səliqəli bir yazılış oldu. Burada deyə bilərsiniz ki, bəs bu 2-nin altı boşdur. Bunun sonlarına sıfırlar əlavə edərək hesaplamanızı daha dəqiq apara bilərsiniz ki, orada hər hansı bir çaşqınlığa səbəb olmasın. Məsələn, gətirib 2-ni 8-dən toplamayın. Çünki 2 %1-dir, 1000-də daha doğrusu. Burada 8 10-1-dir. Bunların bir-biriyle əlaqəsi yoxdur. Sıfırları yazıb yerlərini doldursanız, sizin hesaplamanızda mexaniki səhvlər etmə ehtimalınız azalacaq. Burada 2-nin altından, baxıram sıfırlarda 2 yazıram, 5 ilə 8, 13, 1 yadda, 8, 5 də bu 13, 1 də yaddaydı 14, 1 yadda, 12 edir bura, 1 yaddaydı 13, yenə 1 yadda, 2 edir 3 və 2. Beləliklə biz toplamış olduq və vergülləri də görürsünüz hara qoyduq. Tam olaraq vergüllərin alt hissəsinə. İndi isə gəlin onluq kəsirlərin çıxılmasına baxaq. Məsələn, 3,2-dən çıxıram 1,7. Elə bil 32-dən 17 çıxırmışıq kimi fikirləşəcəyik. 2-dən 7 çıxa bilmirik deyə 3-dən 1-ni veririk bura. Olur 12, 12-dən 7 çıxanda 5, burada da 2 qalmışdı, 1 çıxanda da 1. Yenə vergüllərin altına vergülümüz qoyuruq. Bəs belə olsa, birində vergüldən sonra 1 rəqəm, birində 2 rəqəm olsa, tutaq ki 4,2 çıxaq 1,17. Bayaq toplama zamanı demişdik ki, buradakı sıfırı yazmanız o qədər də vacib deyil. Lakin çıxma zamanı sıfır mütləq yazılmalıdır. Çünki mən nədən 7-ni çıxacam belə düşünün. Ona görə sıfır qeyd edirik. Sıfırdan 7 çıxıla bilmədiyi üçün 2-dən 1-ni veririk ora. Belə deyək də 420-dən 117 çıxırmışsınız kimi düşünün. 2-dən 1-ni verdik, oldu 10. Ondan 7 çıxanda 3. Burada qalmışdı 1. 1-dən 1 çıxanda oldu 0. 4-dən də 1 çıxanda oldu 3. 3 tam %3. Beləliklə çıxma tamamilə yekunlaşdı. Məsələn, bir dənə də nümunə yazaq.
5 tam %23 çıxaq 2 tam 1000-də 369. Bura bir dənə 0 əlavə edirəm ki, boş qalmasın. Ondan 9 çıxanda 1, buradan birini vermişdik, 2 qalmışdı. 2-dən 6 çıxa bilmirik deyin, yenə buradan birini veririk. 12-dən 6 çıxanda 6, burada 1 qaldı, 1-dən 3 çıxa bilmirik deyə 5-dən veririk bura. 11-dən 3 çıxanda 8, burada 5-dən də birini verdiyimizə görə 4 qalmışdı. 4-dən 2 çıxanda 2 vergüldə vergüllərin altına yazdım. Və beləliklə çıxma tamamlanmış oldu. İndi isə danışaq nədən? Onluq kəsrlərin onun qüvvətlərinə vurulması və bölünməsi. Əvvəlcə deyək nə? Onun qüvvətləri dedikdə nə nəzərdə tutulur? Bundan əvvəl biz ilk bölmələrdə keçmişik ki, onun qüvvətləri, yəni 10 üstü 1, hansı ki bu 10 deməkdir. 10 üstü 2, yəni 2 dənə onun bir-birinə vurulması 100. 10 üstü 3, bu demək ki, 3 dənə onun bir-birinə vurulması 1000 edir. 10 üstü 4, 10.000 edir və ya daha rahat hesablamaq üçün mən demişdim 10 üstü 4-dürsə 1 yazın, arxasına 4 dənə 0 yazın. 10 üstü məsələn 5-dirsə 1 yazın, arxasına 5 dənə 0 yazın. Deməli biz indi danışacağıq onluq kəsrlərin 10, 100, 1000, 10.000, 100.000 kimi ədədlərə vurulmasında. Bu proses olduqca rahatdır, çünki biz ədəddə çox bir dəyişiklik etməyəcəyik. Sadəcə vergüllərin yerini hərəkət etdirəcəyik. Necə? Məsələn, belə bir kəsir deyil, 3 tam %27 və mən bunu 10-a vurmalıyam. Vurma zamanı vergül sağa doğru hərəkət edir. Vurma zamanı vergül sağa doğru hərəkət edir. Burada neçə dənə 0 görürük? 1 dənə 0. Deməli, vergül bir vahid sağa hərəkət edəcək. Yəni, vergül buradan gələcək 2 ilə 7-nin arasında 32,7 olacaq. Ya da ki, mən əgər 3 tam %27-ni 100-ə vursaydım, vergül 2 vahid hərəkət etməli olardı. Yəni, buradan 1, 2 gəlib sonda dayanacaqdı. Və 327-dən sonra vergül qoymamın heç bir mənası yoxdur. Yəni, cavabım 327-nin elə özü olacaq. İndi bir dənə də deyək. Məsələn, 0,4321, bunu vururam 100 olmasın 1000 olsun bu dəfədə. 1000-ə vuranda, yəni 3 dənə sıfırlı bir ədədə vurmuşuq da, 3 dənə 0. Deməli, vergül 3 vahid sağa hərəkət eləyəcək. 3 vahid sağa hərəkət eləyəndə 1, 2, 3 gəlib 2 ilə 1-in arasında duracaq. Eyni ədədi yazırsınız, vergül sadəcə 2 ilə 1-in arasında durur. Və bu zaman burada əvvəldə yazılan sıfırın heç bir önəmi qalmır. Ona görə onu silə bilərsiniz. 432,1 yaza bilərsiniz. Burada siz qarşılaşacaqsınız. Necə ki biz deyirdik, sondakı sıfırın əhəmiyyəti yoxdur. Eyni şəkildə əvvəldəki sıfırın da əhəmiyyəti yoxdur. Həmçinin əvvələ də sıfırlar artıra bilərsiniz özünüzdən. Heç bir əhəmiyyəti yoxdur çünki. Həmçinin belə bir halla da qarşılaşa bilərsiniz ki, məsələn, 2,4 vuraq 100. Bəs bu zaman necə vurarıq? Axı burada vergüldən sonra bir dənə ədəd var. Belə deyək, ya özündən sonraya 0 əlavə edin. Burada vergüldən sonra 2 rəqəm olur. Burada da vergüldən 2 dənə 0 var. Bu zaman vergül 2 vahid hərəkət edəndə 0-dan sonraya gələcək, cavabınız 240 olacaq. Ya da belə düşünün. 100-ə vurmaq, 2 dəfə 10-a vurmaq demək deyilmi? Yəni, mən məsələn 5-i 100-ə vurmaq istəyirəmsə, 5-i bir dəfə 10-a vuraram, sonra bir dəfə də 10-a vuraram. İndi 2,4-ü mən bir dəfə 10-a vuraram, sonra bir dəfə də 10-a vuraram. 2,4-ü 10-a vuranda 24 alınacaq. Yəni, vergül bir vahid sağa gəlir və 4-dən sonraya gəldiyinə görə 24 alınır. 24 də bir dənə 10-a vuranda 240 alınır. Belə düşünə bilərsiniz. Bu sıfırlardan biri, 2 dənə sıfırım var da, bir sıfır istifadə edirəm bunu 24 etmək üçün, digər sıfırı da sonuna əlavə edirəm. Tutaq ki, 3,8 vuraq 1000 deyirəm. Mən bu 3,8-i 38 etmək üçün mənə 10-a vurmaq lazımdır. Yəni, sadəcə bir dənə sıfır lazımdır. 38 etmək üçün bir sıfır lazımdır. Bəs 2 dənə sıfır qaldı, mən onları istifadə etməmişim. Onu da əlavə edin, həmin bu kəsrin, daha doğrusu aldığınız ədədin sonuna. Bu belə. Bəs bölünməsi necə olur? Necə ki, vurmada vergül sağa doğru hərəkət edirsə, bölmədə vergül sola doğru hərəkət edəcək. Yəni, ədəd kiçiləcək avtomatik olaraq. Bu layiqənin bir nümunə göstəreyim. Məsələn, 42,5 bölək 10. Ona vuranda, onda bir dənə sıfır olduğuna görə bir vahid sağa hərəkət edirdi. Yenə də onda bir sıfır olduğuna görə bu dəfə bir vahid sola doğru hərəkət edəcək. Yəni 2 ilə 5-in arasından bir vahid əvvələ qayıdacaq, gələcək 4 ilə 2-nin arasına. Olacaq 4,25. Və ya bir dənə də nümunə gətirək. Tutaq ki, deyirik 832 tam onda 8 bölürük 100-ə.
%2 sıfır var deyə vergül 2 vahid əvvələ hərəkət edəcək. 1, 2 deməli gəlib 8 ilə 3-ün arasına düşəcək. 8 tam 328 olacaq. İndi bəs belə bir şey olsa, məsələn, 42,5 bölək 1000. 1000-də 3 dənə sıfır var. Yəni vergül 3 vahid əvvələ getməlidir. Baxıram vergül 1, 2 gəldi, sanki bir boşluğa düşdü. Əgər vergül gəlib boşluğa düşürsə, bayaq dediyim kimi, vergüldən, daha doğrusu ədəddən əvvələ sıfırlar əlavə edin. Belə bir neçədən sıfır əlavə edin. Əsas odur ki, sizin işinizi görsün. O sıfırların hal-hazırda bizim üçün heç bir əhəmiyyəti yoxdur. Lakin vergül gəlib belə boşluğa düşməyindənsə, ora sıfırlar əlavə edin ki, boşluğa düşməsin. İndi gəlin vergülümüzü 3 vahid əvvələ hərəkət elətdirək. 1, 2, 3. Deməli gəlib baxın burada durmalıdır vergül. Ədədimiz belə olacaq. 0,0425, yəni 0,10.000-də 425. Gördünüz ki, vergül boşluğa düşür. Əvvəlinə və sonuna sıfırlar əlavə edə bilərsiniz. İndi başqa bir şey desək, məsələn 9,8 bölək 100 deyirəm. 100-ə bölünürəmsə vergül 2 vahid əvvələ getməlidir, sola getməlidir. Bəs 2 vahid bu getsə, elə 1 vahid gedəndə gəlir boşluğa düşür. Niyə edirəm? Boşluğa düşürsə tez sıfırlar əlavə edirəm ora. İndi bunu 2 vahid və sıfırları deyirsiniz ki, hardan bilək ki, biz neçə dənə sıfır əlavə edəcəyik? 2-3 dənə əlavə edin, sonra gördünüz ki, lazım olmadı. Yəni artıq əlavə etmişsiniz, onu götürərsiniz. Heç bir problem yoxdur. 1, 2. 2 vahid gələndə görürsünüz 2 dənə sıfırın arasına gəlir düşür. 0,098, yəni 0,1098. Çox vaxt burada bir dənə ya da elə 2 dənə sıfır əlavə etmək sizin işinizi görür. Ona görə 2 dənə elə ən ideal vəziyyətdir. İndi isə gəlin baxaq, onluq kəsirlərin natural ədədə vurulması, toplanmasından, çıxılmasından danışdıq. 10, 100, 1000 kimi ədədlərə vurulub bölünməsindən danışdıq. İndi isə normal, natural ədədlərə vururuq. Necə ki, toplama çıxmada biz sadəcə normal alt-alta toplama çıxma qaydasından istifadə edirik. Vurma bölmədə də bizim ibtidai sinifdə keçdiyimiz çubuqlu bölmə və alt-alta vurma qaydasından istifadə edəcəyik. Hansı ki, məsələn, gəlin belə bir şey deyək. 2 tam %56-nı vurmaq lazımdır 3-ə. Sanki 256-nı 3-ə vurursunuz kimi düşünün. 6-nı 3-ə vuranda 18 bir yadda, 5-ü 3-ə vurdum 15 bir yaddaydı, 16 bir yadda, 6, 7. Aha, vurduq. Bəs vergül hara qoyacaq? Çünki burada vergül həmişə elə vergülün altında yazılır teoriyası heç o qədər də ödənmir həmişə. Vergüldən sonra mən baxıram, burada bircə dənə vergüllü ədəd var, yəni bircə dənə onluq kəsir var və burada vergüldən sonra 2 rəqəm var, elə deyil. Mən nəticədə, cavabda da vergülü elə yerə qoymalıyam ki, vergüldən sonra 2 dənə rəqəm olsun. 1, 2. Deməli, bu ikisi vergüldən sonraya qalmalıdır. Mən vergül qoyacağım 7 ilə 6-nın arasına. Ya da ki, məsələn, 3 tam %15 vuraq 27. Vururam, 5-i 7-yə vuranda olur 35. 3 yadda, 7 dəfə 1, 7, 10. 1 yadda, 21, 22. Sonra 5-i 2-yə vuram 11 yadda. 3, 6, ümid edirəm ki, düz vurduq. 5, 0, 5, 8. Vurduq, bitirdik. Normal alt-alta vurmadı. Vurmada inanmıram ki, kimsə çətinlik çəksin. Sonra baxıram ki, burada bircə dənə vergüllü, yəni onluq kəsir var. Onluq kəsirdə vergüldən sonra neçə rəqəm var? 2 dənə. Mən cavabda da elə yerdə qoyuram ki, vergüldən sonra 2 dənə rəqəm olsun. Bəs onluq kəsrə vuranda necə eləyəcəyik? Tutaq ki, belə deyək. Neçə olsun? Olsun 2 tam %26 vuraq 0,7. Bu zaman vergüllərin bir-birinin altında olmağının heç bir əhəmiyyəti yoxdur. Ona diqqət etmirik. Gəlin vuraq 1-1. 6-nı 7-yə vuranda 42. 2 yazdıq 4 yadda. 2 dəfə 7, 14. 4 yaddaydı 18. 8 yazdıq 1 yadda. 14, 15. 0-a da vuranda o birlərin hamısı olacaq 0. Topladıq 2, 8, 5, 1. İndi isə baxırıq, burada 2 dənə onluq kəsir var. Yəni, burada da vergüldən sonra rəqəmlər var. Burada da. Birinci kəsirdə vergüldən sonra 2 rəqəm var. Digərində isə 1 rəqəm var. Ümumiyyətlə, vergüldən sonra 3 rəqəm oldu. Deməli, biz cavabda çalışacağıq ki, vergül elə yerə qoyacağıq ki, vergüldən sonra 3 dənə rəqəm olsun. Sondan sayıram 1, 2, 3. Deməli, bu 3 dənəni vergüldən sonraya qoyacağım. Vergülü isə bu hissəyə qoyuruq.
ümumi vergüldən sonraki rəqəmlərin sayına baxırıq. 2 dənə onluq kəsri vuranda. Gördüyünüz kimi onluq kəsrlərin normal natural ədədə vurulmasında və onluq kəsrin onluq kəsrə vurulmasında heç bir problem yoxdur. Yəni normal alt-alta vurma qaydasıdır. Bundan heç inanmıram ki, kimsə çətinlik çəksin. Sadəcə burada bir məqamda qeyd etmək istəyirəm ki, bəs onluq kəsrləri biz məsələn 0,1-ə vuranda 0,1, sonra 0,100-1, 0,1000-1 bu kimi ədədlərə vurduğumuz zaman bunların vurulması daha rahat qaydası varmı? Bəli, var. Normal qaydada vura bilərsiniz. Məsələn, 2,5-i mən 0,1-ə alt-alta da vura bilərəm. Lakin rahat bir qayda deyəcəm indi sizə. Ədədi 0,1-ə vurmaq o demək ki, məsələn, tutaq ki, 23,8-i vururam 0,1-ə. 0,1-i adi kəsir kimi belə deyə bilərəm. 23,8 vuraq 1/10. Bu da 23,8-i 1-ə vurub 10-a bölməkdir də. 23,8 bölək 10-dur. Yəni, qısacası 23,8 böl 10-a gəldik nəticədə. Deməli, 23,8-i 0,1-ə vurmaqla 10-a bölmək eyni şeylər imiş. Hansı ki, 10-a bölməyi də biz bayaq öyrəndik. Vergül sadəcə bir vahid əvvələ gedir. Deməli, mən vergülü buradan götürüb 2 ilə 3-ün arasına qoyacağam. Yəni, bu qədər rahatdır. Xüsusilə əgər gördünüzsə bir onluq kəsir ya da bir ədəd 0,1-ə, 0,100-1-ə və 1000-1-ə vurulur. Bu zaman onları bölmə ilə əlaqələndirəcəyik və bunun üçün bir qayda yazıram hal-hazırda. Ədədi 0,1-ə vurmaq 10-a bölmək deməkdir. 10-a bölməkdir. Ədədi 0,100-1-ə vurmaq 100-ə bölmək deməkdir. Ədədi 0,1000-1-ə vurmaq isə həmin ədədi 1000-ə bölmək deməkdir. Yəni ki, sizə vur 0,1 yazıldı, verilibsə, onu bir-bir düşünürəm ki, sizin üçün də rahat olar ki, 23,8 vur 0,1 yazıb bir-bir bunları vurmaqdansa belə düşünəsiniz ki, 0,1-ə vurmaq elə böl 10 deməkdir. 10-a bölmək də artıq biz bilirik ki, vergülün sağa-sola hərəkət etməsi ilə əlaqədardır. Deməli, vergülü bir vahid əvvəli hərəkət elətdirib 2,38 deyərik cavabı. Beləliklə daha rahatlıqla tapmış oluruq. Məsələn, buna aid bir dənə də nümunə deyək. Tutaq ki, bizə verilib 47,2 vuraq 0,100-1. Nə dedik? 0,100-1-ə vurmaq 100-ə bölməkdir. Yəni, baxın, bu vurma elə bil ki, 47,2-ni böl 100 deməkdir. 100-ə də böləndə vergül 2 vahid əvvələ gedir. Baxıram, vergül 1, 2 gəldi, boşluğa düşdü. Boşluğa düşdü, görürsünüz ki. Boşluğa düşəndə əvvəlinə bir dənə 0 artırıram ki, boşluğa düşməsin. 2 vahid əvvələ gələndə olacaq 0,472. İndi isə gəlin baxaq, onluq kəsirin natural ədədə bölünməsi, vurulmasını dedik. Elə vurulmanı izah eləməmişdən əvvəl demişdim ki, bölünməsi də normal ağac bölmə ya da çubuqlu bölmə də deyə bilərik ki, eyni şeyləri ifadə edir. Normal bildiyimiz bölmədir. Məsələn, tutaq ki, 18,12-ni 4-ə bölürəm. Sanki 1812-ni 4-ə bölürəm kimi düşünün. Sadəcə burada da yenə vergülün yerini təyin etmək biraz bizim belə deyək də əsas işimiz olacaq. Qalanı normal bölmə prosesidir. Əvvəlcə tamın içərisində baxırıq. Diqqətli olun ki, tamın içərisində baxırıq. 18-in içində 4 neçə dəfədir? 4 dəfə. 4 dəfə 4, 16. Çıxdım, qaldı 2. İndi mən 1-i indirməliyəm aşağıya. Nə vaxt ki, vergüldən sonraki rəqəmi aşağıya endirdiniz, bu zaman tez cavab hissəsinə bir dənə vergül qoyursunuz. 21-in içində 4, sonra normal bölməyə davam edirik. 21-in içində 4, 5 dəfə, 5 dəfə 4, 20. Çıxdım, qaldı 1. İndi 2-ni indirirəm aşağıya. 12, 12-in içində 4, elə 3 dəfə, 3 dəfə 4, 12. Burada qalıq qalmadı. Deməli, cavabımız 4,53. Əsas məqam dediyim kimi vergülün yerini təyin etməkdir. Vergül də ki, harda olur? Nə zaman ki, vergüldən sonraki rəqəmi aşağıya endirdiniz, bu zaman cavab hissəsinə bir dənə vergül yazırsınız. Bu bölmə gördüyünüz kimi böləndən böyük olan haldadır. Bəs bizdə bölünən böləndən kiçik olsa nə olar? Yəni, məsələn, belə bir bölmə verilə bilər bizə. 1,168, 1,168 bölək 4.
Yəni bu 4-dən daha kiçikdir görürsüz ki. Bunu bölmək üçün diqqətli olun. Biz həmişə birinci tamın içərisinə baxırıq. Normalda 168-i mən 4-ə böləsi olsam, deyirəm, hə, birin içərisində 4 yoxdur. Bu dəfə 16-nın içində 4 axtarıram. Lakin onluq kəsrlərdə diqqətli olun ki, əvvəlcə tamın içərisində 4 axtarın. Birin içində 4 var, yoxdur. Onda 0 tamı qeyd edeyim burada. 0 dəfə 4, 0. Çıxdım, 1 qaldı. İndi 6-nı endirirəm aşağıya. 6-nı aşağıya endirdim. Yəni vergüldən sonraki rəqəmi aşağıya endirdimsə, bura vergül yazmalıyam. 16-nın içində 4, 4 dəfə. 4 dəfə 4, 16. Burada qalıq qalmadı. 0, 8 endirirəm. 8-in içində 4, 2 dəfə. Deməli, cavabımız 0,42-dir. Və belə deyək, əgər siz 1,68-i 4-ə bölüb, burada 1-in içərisində 4-ün 0 dəfə olduğunu qeyd eləməsəydiniz, birbaşa 16-nın içində 4-ü axtarıb 4 desəydiniz, sonra da 2, məsələn 42 ya da 4,2 desəydiniz cavabı, məntiqli fikirləşin. 1 tam neçənisə 4-ə böləndə 4 alına bilər, 4 tam alına bilər, xeyr. Təsəvvür edin ki, 1 manat 60 qəpiyiniz var, bunu 4 nəfərə bölürsünüz, hərəyə 4 manat 20 qəpik düşür. Nə qədər inandırıcıdır? İnandırıcı deyil. Yəni 1-i 4 yerə bölürsünüzsə, yəni 1 tam, 2 tam neçənisə 4-ə bölürsünüzsə, orada mütləq cavabınız 0 tam ilə alınmalıdır. Bu isə oldu bölünənin böləndən kiçik olduğu hala aid bir misal. Mütləq ki, əvvəlcə həmin tam hissənin bölənə böldükdən sonra, əgər birin içində 4 yoxdursa, birbaşa 16-nın içində baxmayın. Birin içərisində 4-ün olmadığını qeyd etmək üçün ora 0 yazın. 0 dəfə var. Yəni birin içində 4 yoxdur, o deməkdir ki, birin içində 4 0 dəfə var. Eyni şeydir. Bir dənə də nümunə yazaq buna. Məsələn, 4,32 bölək 36. Əvvəlcə 4-ün içərisinə baxıram. 4-ün içində 36 var, yoxdur. 0 dəfə var yəni. 0,36-ya vurdum, 0 çıxdım, 4. İndi 3-ü endirdim aşağıya. Vergüldən sonraki ədədi aşağıya endirdimsə, bura vergül yazıram. 43-ün içində 36, 1 dəfə, 2 yazdım, 1 dəfə 36 etdi 36. Burada qalacaq qalıq 7. 2-ni endirirəm aşağıya. 72-nin içində 36, 2 dəfə və bununla da bitdi. Deməli, cavabımız 0,12. Bəzən uşaqlar məndən soruşur ki, bəs burada qalıq qala bilərmi? Bəli, qala bilər. Amma necə qalar? Qalıq qalarsa biz o qalığı qalıq kimi saxlamayacağıq. Deməyəcəyik ki, kənarda hə qalığımız bu oldu. Ondan istifadə edəcəyik necə? Məsələn, gəlin fərz edək ki, 6,2-ni 5-ə bölürük. 6-nın içərisində 5 bir dəfə. 1-i 5-ə vurdum, 5, çıxdım, qaldı burada 1. 2-ni endirəm aşağıya. Vergüldən sonrakini aşağıya endirdiyim üçün bura vergül yazdım. 12-nin içində 5, 2 dəfə. 2 dəfə 5, 10. Çıxdım, 2 qaldı. 6 tam neçəsə 5-ə böləndə qalıq necə 2 qala bilər? Çünki 6-nın içərisində 5 elə bir dəfədir. Məsələn, 6 manat 20 qəpikdir də. 5 bir dəfədir. Elə 5-i buradan çıxanda 1 manat 20 qəpik qalır. Belə də düşünün. 2 necə qalıq qala bilər ki? Bu zaman deyirik ki, o qalığı biz heç vaxt saxlamırıq. Yadınızda demişdik ki, əslində vergüldən sonraki ədəddən sonra sıfırlar var, xəyali sıfırlar var. Sadəcə onları yazmırıq lazım olmadığı müddətcə. Düşünün ki, burada sıfırlar var və biz o sıfırları aşağı endiririk. Yəni, deməyin ki, fisioda 2-ni endirdik, qutardı da ədədlərimiz. Düşünün ki, 2-dən sonra sıfırlar var. Yəni, nə qədər ki, qalıq qalıb, sonuna sıfır əlavə edib bölməyə davam edə bilərsiniz. 20-nin içində 5, 4 dəfə, 4 dəfə 5, 20, çıxdım, sıfır qaldı, fisio. Bununla da bitdi bölməmiz. Amma ola bilərdi ki, bura sıfır əlavə edəndən sonra çıxardım, burada yenə qalıq qalardı. Bu zaman siz onun arxasınca yenə sıfır əlavə edə bilərsiniz. Bu zaman heç bir şərt yoxdur. Sıfır əlavə etməyə davam edə bilərsiniz. Buna aid bir-iki dənə də nümunə yazaq. Məsələn, gəlin 9,6-nı bölək 8-ə. 9,6 olmasın. Başqa nə olsun? Çünki 9,6 tam bölünəcək. Olsun 4,19 bölək 4. Əvvəlcə tamın içərisinə baxırıq. 4-ün içərisində 4 bir dəfə. 1 dəfə 4 elədi 4. Çıxdım, qaldı 0. İndi 1 endirirəm aşağıya. 1-i aşağıya endirdim və bu zaman vergül qoyuram bura. 1-in içərisində 4 varmı? Yox, 0 dəfə qeyd edirik. Və ya siz ibtidai sinifdə öyrənmisiniz ki, 1-in içində 4 yoxdursa 9-u da endirirəm aşağıya. İndi 9-un içərisində 19-un
Belə deyək də daha doğrusu 2 dənə ədəd aşağı endirdiyimiz üçün bura bir dənə 0 əlavə edirik. Həmin 0 əslində bilirsiniz hansı 0-dır? Biz bayaq dedik, 1-in içində 4 yoxdur. Həmin o 1-in içində 4 yoxdursa, bu demək ki, 1-in içərisində 4 0 dəfədir də. Həmin onun 0-ıdır. Və ya qısacası demişik ki, əgər 2 dənə ədəd aşağıya endiririksə, bu zaman bura cavab hissəsinə bir dənə 0 əlavə edirik. 19-un içində 4 4 dəfə, 4 dəfə 4 16. Çıxdım, qaldı 3. Nə dedik? Qalıq saxlamırıq. Sonuna 0 əlavə edib bölməyə davam edirik. 30-un içində 4 7 dəfə. 7 dəfə 4 28. Yenə qalıq qaldı 2. Qalıq qaldığı müddətcə onun arxasına 0 əlavə edib bölməyə davam edin. 20-ni də 4-ə böləndə 5 və bununla da bizim bölməmiz yekunlaşdı. Yəni ki, mütləq ki, bir yerdə yekunlaşacaq sizin qarşınıza çıxan misal məsələlərdə. Əmin olun ki, bir yerdə yekunlaşacaq. Sadəcə sonuna sıfırlar əlavə edib bölməyə davam etməyiniz lazımdır. Necə ki, bayaq 0,1-ə, 0,1-ə vurma haqqında danışdıq. Eyni şəkildə bölmədə də 0,1-ə, 0,100-ə və 1000-ə bölmə qaydası var, rahat bölə bilmək üçün. İndi bir dənə misal deyəcəm. Məsələn, mən tutaq ki, 4,28-i 0,1-ə bölmək istəyirəm. 0,1-i mən həmçinin eyni zamanda belə yaza bilərəmmi? 1/10. Bölək 1/10. Və bölmə qaydasını demişdik ki, əgər kəsirləri bölürüksə, birinci kəsir olduğu kimi qalır, bölmə vurmaya çevrilir və ikinci kəsir tərsinə çevrilir. Yəni 1/10 olacaq, 1/10. Qısacası biz 4,28-i 10-a vururuq. Deməli, görürsünüz, bölək 0,1 nəticədə vur 10-a çevrildi. Necə ki, bayaq demişdik ki, 0,1-ə vurmaq 10-a bölməkdir. Bu da onunla çox oxşar bir şəkildə bir qayda olacaq ki, 0,1-ə bölməkdə 10-a vurmaqdır. Yenə təkrarlayıram. Bayaq dedik ki, 0,1-ə vurmaq 10-a bölmək deməkdir. İndi isə deyirik, 0,1-ə bölmək 10-a vurmaqdır. Eyni şəkildə 0,100-ə bölmək 100-ə vurmaqdır. Həmçinin 0,1000-ə bölmək 1000-ə vurmaq deməkdir. İndi bunlara aid misallara da baxacağıq. Bunları mütləq qeyd edin özünüzdə. Məsələn, belə bir misal yazaq. 0,48 bölək 0,100-1. Bayaq nə dedik? 0,1-ə bölmək 100-ə vurmaq deməkdir. Yəni, bu əslində 0,48-in 100-ə vurulması deməkdir. Beləliklə, bunu da 100-ə vursaq, alınar 48. Hansı ki, 100-ə vurma qaydasını biz bilirik. Bayaq dedik. 2 dənə 0 varsa, burada vergül 2 vahid sağa doğru hərəkət edir. Yəni, 1, 2 gəlir 8-dən sonraya düşür. 8-dən sonra da, yəni 48-dən sonra bir vergül yazmağında heç bir əhəmiyyət olmadığına görə cavabımız olur elə 48-in özü. Ya da belə bir şey ola bilər. 0,1072 bölək 0,1. Nə dedik? 0,1-ə bölmək vur 10 deməkdir. Ona da vuranda vergül 1 vahid əvvələ gələcək. Olacaq 0,72. Deyirsiniz, bəs əvvəldəki 0-ın 1-i nə oldu? Burada 0, 0, 2 dənə 0-ın yazılmağının heç bir əhəmiyyəti, önəmi yoxdur. İndi gəlin baxaq ki, bəs onluq kəsir bir ədədə bölməyi dedik. Bəs əksinə olsa, bir ədəd onluq kəsrə bölünsə, biz onu necə bölərik? Ya da ki, bir onluq kəsir onluq kəsrə bölünsə. Burada məsələ nədir? Bölənin onluq kəsir olmasıdır məsələ. Məsələn, bizə desə ki, 7,18-i böl 0,2-yə. Artıq burada bizim nə bir qısa qaydamız yoxdur, nə başqa, heç nə. Normal çubuqlu bölməklə bölməliyik. Lakin, onu yadınızda saxlayın ki, biz heç vaxt böləni onluq kəsir kimi saxlamayacağıq. Niyə saxlamırıq? Necə saxlamırıq? Əslində, hər bir bölünən və bölən bir kəsirin surət və məxrəcidir. Məsələn, mən 10 bölək 7 desəm, bu həmçinin belə yazılmır. Yəni, 10 surətə yazılır, 7 məxrəcə yazılır. Dediyim kimi, bölünən əslində bir surətdir, bölən isə bir məxrəcdir. Və biz surət və məxrəci eyni bir ədədə vura bilirik, eyni bir ədədə bölə bilirik də. Deməli, mən bu kəsri də, bu bölmədəki kəsirləri də eyni bir ədədə vura və ya bölə bilərəm. Lakin burada bölmədən deyil, həmişə vurmadan istifadə edəcəyik. Çünki biz öyrənmişik nəyi? Bölənin ədəd olduğu halı. Ancaq bölən kəsirdirsə, yenə mən onu ədəd etmək üçün çalışacağam. Əgər bunu 10-a vursam,
2 olacaq. Lakin mən bunu 10-a vururamsa, bunu da 10-a vurmalıyam. Belə deyək. Bunda gəlin 10-a vuraq, bunu da 10-a vuraq. 7 tam %18-i 10-a vuranda olur 71,8 bölək 0,2-ni 10-a vuranda olur 2. Yəni mən artıq 7 tam %18 bölü 0,2-dən deyil də 71,8 bölü 2 ifadəsindən istifadə edib cavabımı tapacağım. Hansı ki bunlar eyni şeydir. İndi baxacağım 7-nin içərisində 2 3 dəfədir. Çıxdım 6, çıxdım burada 1 qaldı 11-in içərisində. 5 dəfədir, 10 qaldı, 1 8 aşağıya endirəndə vergül yazıram. Burada da 9 dəfə. 35,9. Yəni çalışmalısınız ki, bölən onluq kəsir olmaqdan azad olsun. Onu onluq kəsir halından qurtarırıq bir növ. Məsələn, belə bir şey deyək. 0,9 bölək 0,18. Nə dedik? Biz böləni onluq kəsirdən qurtarmağa çalışırıq. Bölünənlə işimiz yoxdur. O onluq kəsir ola da bilər, olmaya da bilər. Fərqi yoxdur mənim üçün. Biz əsas çalışırıq bölən onluq kəsir olmasın. Mən 0,18-i onluq kəsir olmasın deyə 100-ə vuraraq 18 edə bilərəm. Lakin mən onu 100-ə vururamsa, bunu da 100-ə vurmalıyam. 0,9-u 100-ə vursam alınar 90. 0,18-i də 100-ə vursam alınar 18. Deməli, bu əslində normal bir 90 bölü 18 ifadəsiymiş. Bunda cavab edəcək 5. Ya da ki, bir dənə də misal deyək. Məsələn, 1,268 bölək 0,4. Nə dedik? Böləni onluq kəsir etməkdən qurtarırıq. Olmaqdan, daha doğrusu onluq kəsir olmaqdan qurtarırıq. Bunun üçün mən bunu 100-ə vurmalıyam. 100-ə vuranda birincini də 100-ə vurmalı olacağım. Bunu 100-ə vuranda olacaq 126,8. Bunu da 100-ə vuranda olacaq 4. Yəni mən bunu da ayrı-ayrılıqda 100-ə vurub bölməmi elə davam etdirirəm. Bunu da belə çubuqlu bölməyə çevirsək 12-nin içərisində 6, daha doğrusu 4 3 dəfə oldu 12. Çıxdıq, burada 0 qaldı. 6-nın içərisində 4 1 dəfə. Buradan 4-ü çıxdıq, qaldı 2. 28-in içində 4 7 dəfə. Əlbəttə 8 endirdiyimiz üçün vergülümüzü də yazırıq. Bir də bir tənlik həllinə nəzər yetirmək istəyirəm ki, məsələn, belə bir tənlik verilə bilər. 1,2i vuraq x bərabərli 3,24. Burada x-i necə tapacağınızı çox zaman qarışdırırsınız. Tutaq ki, sizə verilir bu belə bir tənlik, bilmirsiniz ki, bunu buna böləsiz, vurasız, nə edəsiz. Bu zaman kənarda bir dənə bu vurma əməlidir. Bir sadə vurma əməli fikirləşin. Tutaq ki, 2 vuraq 3 bərabərdir 6. İndi mən ortadakı vuruğu, yəni 3-ü tapmaq üçün nə edərəm? 6 və 2-dən necə istifadə edərəm? 6-nı 2-yə bölsəm 3 olar. Deməli, mən burada da x-i tapmaq üçün 3,24-ü 1,2-yə bölməliyəm. Bunu da belə yazıram. 3,24 bölək 1,2. Sadəcə nə dedik? Bölən heç vaxt onluq kəsir kimi qala bilməz. Saxlamayacaq onu. Yəni, cavabı tapmaq istəyirsinizsə saxlamamalısınız. Bunu 10-a vurmalısınız və bu zaman bunu da 10-a vurursunuz. Diqqət edin ki, bunları 10-a vuran da aradakı bölmə işarəsində heç nə olmur. Sadəcə biz hesablamamızı daha rahat etmək üçün bölünəni və böləni 10-a vururuq. Bunu 10-a vuranda olacaq 32,4, bu isə olacaq 12. Böləndə də 32-nin içində 12 2 dəfə oldu 24, çıxdım qaldı 8, 84 və 4-ü endirdiyim üçün vergül yazıram. 84-ün içində 12 7 dəfə və cavabım 2,7. X bərabərdir 2,7. Əgər bir tənlikdə x-i, y-i, hər hansı bir məchulu tapmaqda çətinlik çəkirsinizsə, həmin tənliyə uyğun, həmin ifadəyə uyğun bir dənə vurmadısa vurma əməli fikirləşin, bölmədisə bölmə əməli fikirləşin. Məsələn, mənə verə bilər ki, 21,28 bölək a bərabərdir 5,6. İndi mən bilmirəm ki, a-nı tapmaq üçün bununla bunu bölüm, yoxsa vurum. Kənarda bir bölmə əməli fikirləşirəm. 10 bölək 2 bərabərdir 5. Bölünən, bölən qismət. Böləni tapmaq üçün nə etməliyəm? Yəni 2-ni tapmaq üçün onu 5-ə bölməliyəm. Burada da bölən yerində a-dır. Deməli, a-nı tapmaq üçün 21,28-i 5,6-ya bölməliyəm. Bugünlük bu qədər. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalı oldu. Nələrsə, yeni bir şeylər öyrənə bildiniz. Növbəti videolarda görüşənədək.